Amsterdamın sakitliyi və gözəlliyi təbii ki, şirniyyətsiz getmir də, yəni. Dünyanın ən dadlı alma piroqu axırıncı dəfə belə ləzzətlə, kayfla mən nə vaxt yedim alma piroqu xatırlamıram. O, yaşamaq lazımdır. Bu nə da ləzzət. Amsterdam hər türlü gözəldir. Elə ayıq başından da, təpəsiz də fərqi yoxdur. Bombadır, bomba. Gedirəm qırmızı fənərlər küçəsinə. Hər şeyi eynidir, bir dənə fənərləri qırmızıdır. Gəzə gəldim, çıxdım harasa. Paçka aparır. Ulu! Düşdüm latoka. Belə ayrı vaxtı mən güllərin olduğu dükana gəlib girmərəm. Amma indi lazımdır. Baxmaq lazımdır belə gözəl. Qəşəng. Gözəl buketlər var. Yaxşı qız ola alasan. Aha, yalandan. Ay belə. Sonra inciyirlər. Amma yəni gözəldir. Güllər gözəldir. Təbii görürüm. Yox, ala plastikdir. Maraqlıdır. Başmaqçıqlar. Bu da güllərin qurusudur. Nə gözəl. Maraqlıdır. Bu da çox maraqlıdır. Dizayn olaraq çox qəşəng dizayn ediblər. Bravo. Sevdim. Yolkalar. Gözəl. Burada da mənim kimi şəppili var. Gəlib onun üçün də maraqlı gəlir. Gözəl də mi? Oy da çox qəşənglik gəlir. Wow. Please do not touch flowers for pictures. Deyir, şəkillərə görə toxunmayın. Canım mənim. Burada nə ihtimac var? Neyse. Bu murta ancaq Amsterdamda görə bilərsən. Fələstin bayrağı ilə geylərin bayrağı bərabər yan-yana. Yəni, bura bildiyim qədər nəsə mərkəzdir. Çünki burada maşın yoxdur. Demək olar ki, bir dənə maşın var orada. Maşınların girişi qadağan, ancaq avtobuslar, zatlardır. O girən də 100%, deyirəm də göy nömrədir. Dövlət nömrə nişanlı maşınlardır. Belə, çünki orada maşınların girişi qadağan idi. Ancaq piyada, tramvay, avtobus, Diamond Factory. Oh my god. Və bundan bizdə YouTube'da da var. İsveçdə də qoyublar belə şəkil çəkdirirlər. Tamam. Kalverstraat. Nəsə maraqlı küçədir. Çatandan şey yəni. Burada yəni ayıq adam yoxdur 100% yəni. Hamı tüstüyə düşüb. Ümumilikdə qəşəngdir. Ya London kimidir. İnsan özünü Londonunda belədir. Hər yer işıqlı, qəşəng, maraqlı, gözəl, təmiz. Çox qəşəng heykəldir, çox maraqlı heykəldir. Sanki şeydir də, üstü örtülmüş bir motosikletdir, amma yəni əslində heykəldir. Super. Şəhərin mərkəzini tamamən bağlayıblar, maşınlara, avtobuslara, ancaq tramvaylar gedir. Bir də cəmaət, velosipedlər. Qəşəngdir, gözəldir buralar. Ümumiyyətlə Amsterdamı sevərəm. Amsterdam. Ən azı 500 illik tarixi olan bir şəhər. Gözəldir, gözəl. Gələn səfər gərək belə oteldə qalım, tarixi bir otaqda, tarixi binada daha doğrusu. Maraqlıdır, onun da həzzi başqadır. Mesela meymunluq edir, indi şey göstərəcək, Fox göstərəcək. Neyse, bu kayıfdadır. Gözəldir Amsterdam, sevərim. Tez gələrəm. Gözəldir buralar, gözəl. Meymunluq edir hələ ki. When all three are lit on fire, it does take a moment, because this is the land of windmills. But then they all join in, it's pretty sweet. I start actually juggling fire, which looks like this, but it's not that impressive, because this is as straightforward as you get with fire juggling, just straight up the middle. Not many people for bet. You get a better audience. Təhlükəni artırır. Gəldim, çıxdım o məşhur Red Light küçəsinə. Burada çoxdur. Əvvəllər belə ardarda çox binalarda var idi. İndi sayları azalıb, belə xanımlar oradan çıxır, oynayır, rəqs eləyir, çağırırlar. Belə ardardadır. Bəzi yerlərində qızlar var, bəzilərində yoxdur. İndi yoxdur.
qadınlara da, kişilərə də maraqlıdır. Hamısı gəlib belə paralar baxar. Burada da var xanımlar, orada da var. Prosta özlərini çəkmək istəmirəm. Yəni doğru deyil məncə. Müxtəlif iqruşkalar o tərəfdə də var. Orada da var. Yəni qırmızı olan hər yerdə demək olar ki, şeylər var, xanımlar var. Orada da, yuxarıda. Qarıca harda qırmızı yer varsa gəl deyir. Əllərinlə çağırırlar, gəl. Kayıfda olursan, gelirsən ki, hə gəlmişəm. Salam əleykum. Burada da live show gedir. Yəni girib canlı baxa bilirsən.